Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti bölgələrdə güclü qarla müşahidə olunub. Yağan qar ötən illərlə müqayisədə normadan artıqdır. Qar ölçmə işlərinin aparıldığı məntəqələrdə qar örtüyünün hündürlüyü bəzi yerlərdə 50-60 sm çatır. Sinoptiklər isə deyir ki, yaxın günlərdə hava şəraiti qismən mülayimləşəcək. Gözlənilən yaz-yay gürsüllük dövrünün proqnozlaşdırılması məqsədi ilə Böyük Qafqazın dağlıq ərazilərində qar ölçmə işləri davam etdirilir. Qar ölçmə işlərinin aparıldığı məntəqədə qar örtüyünün hündürlüyü bəzi yerlərdə 50-60 sm çatır. Keçən isə bu rəqəm 25-35 sm aralığında olub. Mart ayının 9-dan başlayaraq bu günə kimi fasilələrlə ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunmaqdadır. Fasilələrlə qar yağır, dağlıq ərazilərdə duman müşahidə olunur. Hazırda biz Qəbələ rayonu ərazisindən axan Bum çayın hövzəsində qar ölçmə işlərimizi davam etdiririk. Bu ərazidə hazırda duman müşahidə olunur, eyni zamanda qar yağır. Hazırda qarın hündürlüyü 40 sm təşkil edir. Bəzi yerlərdə isə qarın hündürlüyü 50-60 sm arasında dəyişir. Yaxın 2 gün ərzində isə Bakıda və Abşeron yarımadasında hava şəraiti ötən günlərlə müqayisədə qismən mülayimləşəcək. Bölgələrdə də martın 22-si və 23-də yağıntının ötən günlərlə müqayisədə intensivliyi az olacaq. Martın 22-si və 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcək. Gün ərzində yağmursuz hava şəraiti gözlənilir. Lakin axşam saatlarında yarımadanın bəzi ərazilərində az yağıntı olacağı ehtimal olunur. Sabah gündüz saatlarında şimal-qərb küləyinin güclənəcəyi proqnozlaşdırılır. 23 və 24-də isə mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu 6-8 dərəcədən yüksək olmayacaq. Eləcə də bölgələrdə yaxın günlər ərzində yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə sulu qar yağacaq. Yaxın günlər ərzində Lənkəran-Astara bölgəsində, Masallıda, Yardımlıda fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq rayonlarda isə qar yağacağı gözlənilir. Düzdür, ötən günlərlə müqayisədə prosesin intensivliyi bir qədər azalsa da, amma yenə də yağıntılı hava şəraitini nəzərə alsaq, bölgənin çaylarında yüksək sululuq davam edəcək. Dağlıq və dağətəyi ərazilərdə yollar buz bağlayacaq. Rüstəm Mikayılzadə, Alidə Fərhad qızı, ASTV xəbər. Az sonra Tofiq Abbasovun təqdimatında əsas məsələ tok-şosu efirə gedəcək, nəzərdən qaçırmayın. ASTV xəbərin əsas buraxılışını təqdim etdik. Diqqətinizə görə minnətdarıq, sağ olun.